Əlbəttə ki, bundan öncə suni intellekt falan olmayan vaxtlarda dil öyrənmək daha çətin idi. Nə üçün? Çünki sənin üçün kimsə bu sözləri səsləndirməli idi. Kimsə onu deməli idi. Bunu da kim eləyəcəkdi? Müəllim eləməli idi. Dərs vaxtında o nə qədər hansı sözlər sənə səsləndirir ki, sən yadında qalsın o. Amma indi tam başqa. Mən məsələn necə başladım? Hansı konkret olaraq süni intellektdən istifadə edirəm ki, məsələn həmin dilin səslənməsini orada süni intellekt mənə o ifadələrin səslənməsini desin və o səslənməni sonra mən dinləyərək o ifadələri öyrənirəm və sonra necə məşq edirəm və hansı ardıcıllıqla bu məşqləri qurmaq lazımdır ki, yadınızda saxlayasınız daha yaxşı. Bir də sizinlə bölüşdüyüm nə olacaq? Krivaya Ebbinghaus, unutmağın bu elə bil ki, dalğası da necə gedir?